Deməli bu videoda top əşyasını düzəldəcəyik. Burada məqsəd bu topu düzəldərkən yeni alət öyrənməkdir. Yəni bu baxımdan faydalı olacaq. İlk növbədə poligon aləti üzərində konsol düyməsi bir də vururuq və tərəflərin sayını 6 edirik və kontrol düyməsi ilə birgə 6 bucaqlı çəkirik. Piktul aləti seçili olduğu halda plus düyməsini basırıq və daha sonra bunun node hissəsindən, yəni sol node hissəsindən çəkib sağ node nöqtəsinə birləşdiririk və bu seçili olduğu halda kontrol düyməsini basırıq, kontrol D düyməsini. 3, 4, 5. Yəni bir dənə də basaq 6 olsun lap və daha sonra bunların hər birini seçirik, yəni hamısını seçirik. Yenə plus düyməsini basıb kopyalayırıq və kopyanı da node hissəsindən, yuxarı node hissəsinə və burada aşağıda gəlib bu node nöqtəsinə birləşdiririk və birincini seçirik. Shift düyməsini basıb saxlayıb mouse'un sol düyməsini bu hissədə vururuq, sonra bu hissədə vururuq, sonra bu hissədə vururuq və həmin seçilmiş hissələri qara rəng edirik və daha sonra bunların hamısını yenidən seçib yenə plus düyməsini basırıq və yenə node hissəsindən basıb saxlayıb aşağı doğru çəkirik və bu seçili olduğu halda kontrol D düyməsini də basırıq bu formada. Hətta bir dənə də kontrol D-ni basıram və bundan sonra belə bir şey eləyək. Deməli biz elips tool alətini seçirik, dairə çəkəcəyik kontrol düyməsi ilə birgə və bu hissədə dairə çəkirəm. Ya da ki, əməliyyatı ləğv edin. Birinci bunların hamısını seçib qruplaşdırın və klaviaturdan P düyməsini basın və bunu etdikdən sonra bunları qrupdan çıxarsam kifayətdir və elips tool aləti vasitəsilə bir dairə çəkirəm. Çəkdikdən sonra da P düyməsi basıram ki, bu da səhifə mərkəzində olsun və daha sonra Effects menüsünə daxil oluram. Burada Lens adlı əmri var. Bunu vuranda Lens adlı panel açılır və buradan Fish Eye, balıq gözü effektini seçirəm. Ola bilər sizdə burada fərqli bir rəqəm olsun, yəni 0 olsun. Siz burada bunu artıracaqsınız və artıracaqsınız. Baxın, artırdıqca görürsünüz topun belə deyək də o dairəsini alır. Elə bunu 100% elə yaxşıdır. Yəni bu rəqəmdə saxlayırıq və daha sonra Frozen seçimini edirik və bağlayırıq bu paneli və daha sonra topu götürüb çəkirik qırağa və bu hissələri də seçib silirik və topu da seçib P düyməsini basırıq ki, səhifənin mərkəzində olsun. Gördüyünüz kimi belə bir maraqlı təsvir əldə elədik.